Artıq hər kəs bilir ki, evdə təmir gedir. 9 il öncə təmir etdiyimiz zalımızı yeniləyirik. 1 saatın içində aboylar sökülüb, divara mayaq qurulub, əyrilik aradan qaldırıldı. Divarda çoxlu əyrilik var idi və istilik sisteminin turbaları divara gizlətildi. Onun üzərindən isə divara penoplast vuruldu. Bunlar paduqalardı. Burada artıq pərdə yerinə qoyublar. Paduqaları vurulur. Burada isə lazerlə xətlər çəkirlər lepkalar üçün. Baxın, divara belə lepkalar vuruldu. Çox da gözəl görsəndi. Bu lepkalardan koridora da vurdurdum. Saat çərçivə alındı. Hər şey belə gözəl gedərkən tavanda nələr baş verdi? Baxın. Bəlkə tavanda çatlar var idi. O çatları düzəldib, üzərindən emulsiya vurdular, alınmadı. Üzərindən kağız vurdular, tavan üçün kağızlar, o da alınmadı. Söküb tökdülər yerə, qaşıdılar. Təzədən şpahlovka, aboy və emulsiya vuruldu. Bu da bizim üçün 2 qat xərc demək. Nəhayət ki, 1 ay ərzində tavan düzəldi. Ən çox səbirsizləndiyim divar üçün aboya keçdik. Divara çox gözəl bir aboy seçmişəm. Hardan almışam? Səhifədə paylaşmışam. Radiatorlar öz yerinə taxıldı və zalımız artıq hazırdır. Burada isə taxtalarda əyrilik var idi. Onu düzəltdirdik. İşıqlandırmada isə spot və maqnitli reyslər oldu. Modeli Pinterestdən götürmüşdüm. Birəbir eynisini etdilər. Nəhayət ki, sıra gəldi laminanta. Əvvəlki taxta döşəmə idi. Onun üzərinə laminat vurdurduq. Baxın, burada göstərirəm işıqlandırmanı. Birəbir Pinterestdəki modelini eynisini etdilər. Beləliklə laminat vurulub bitirəndən sonra da plintuslara keçildi. İzləmədə qalın, davamı olacaq. Hələlik.